ağır miqyasda bir saldırıdır. Yəni onu mən demirəm. Mən məqsədim o, siz işarə elədiniz o silahların dəqqətini, onu istəyirəm deyəm ki, yanlış anlaşılmasın. Evet. Amma bu məsələnin necə olacağı məsələsində biraz konuda çox suallar şeylər. Mən o əsas şeylər yadımdan çıxdı ki, hansı şey olacaq. Ben istersen önemliler bir de sorum. Yo, fikirlərim ki, ya hara doğru gedəcək da Hara doğru məsələ gidiyoruz? indi. Bu savaşın sonu ne olacaktı? Acaba Hamine'ye vurulsa ne olacak? Hamine'ye vurulmasa ne olacak? Ve İran bu müzakereye gitse ne olacak? Gitmese ne olacak? Yo, mən onu keçmiş bu şeydə də dedim ki, bu fişardır. İranın çox məsələ şeyi yoxdur əlində. Qarşı oynayacaq kartı çox yoxdur. Nükleer məsələsinin üstündə durması filanı bu məsələ ilə. Amma bir daha məsələ vardı ki, İsrailin bu həm hücumları məsələn qadir olacaqdır ki, məsələn zənginləşdirmə məsələn indi saytları vururlar. Məsələn Nətənzi ilə vurublar, Parçini vurublar. Vaqəən bu məsələn o uranyum zənginləşdirmənin qarşısını yəni alacaqdır. Bu hədəflə ki, bunlar eləyirlər, bu səbəb ola bilər ki, rejim çöksün, götürülsün. Bunlar hamısı məsələdir. Mənim nəzərimə indi məsələn təhlillərdə vardı ki, deyirlər ki, məsələn, bəli, vursun, məsələn, bəzi yerləri millət də narazı, millət də çıxsın eşiyə və bu hakimiyyəti götürsün. Daha burada bir dənə böyük məsələ vardı ki, həmişə burada problem yaradıbdı. İranda bir dənə opozisyon, münsəcim opozisiyonu ki, gələ bundan cayqoz olar, yoxdur. Yəni, burası da var. Ona görə bu biraz vuruşuq məsələdir. Məgər bu ki, bəli, məsələn, indi deyəsiniz ki, məsələn, Xameneyi vurulsun, böyle o götürülsə ortadan, bu biraz bəli, ciddi məsələyə səbəb ola bilər. Nədən? Çünki o cəngi qüdrət, güc savaşı daha dərinləşər. İranı o halətdə bəli, mümkündür ki, hakimiyyətin öz içində bir iç savaşa doğru aparar, kaosiyara da. Ondan sonra buna indi İsrailə yaşıl çıraq verənlər, Qərb məsələn, nə qədər icazə verə, o səmtə gedə. Bunlar hamısı söhbətdir. Mənim nəzərimə bu günlərin Qərbin Amerika başda olmaqla hədəfi İranda rejim change-dər. Yəni bu günlərin bir dənə zəif, bunlar Cumhur-İslamist deyirlər. Mən əvvəldən neçə vaxtlar öncədən də demişəm, daha zəif Cumhur-İslamist deyirlər ki, öz sınırların içinə kapansın. Və beləliklə Orta Doğuda yaradılmış o klasik bölgü ki vardı, deyək də Ərəb, Türk, Fars etken deyək də, indi İran hamısı Fars deyər, amma hər halda bunlar başlarlar. Bunun balans iki yaradıblar Orta Doğuda bu üç etnikin içində onu qoruyub saxlamış olurlar. Özdə həm də ki Sünni Şiə balansını da qoruyub saxlamış olurlar. İndi ona görə bunların hamısı çox çətin suallardır ki, indidən proqnozlaşdırmaq, onu təhlil etmək çətindir. Çox məsələlər bəzən görsən ki, o necə deyək, axarı ilə gedəndə ki, bəlli olur. Onu öncədən müadilə en məchulu deyirlər o riyaziyyatda ki, hər bir faktorun o yan bir olması bunu dəyişdirə bilər. Yenə də mən düşünürəm, burada bu məsələdə bu həmlənin sırf bu atom məsələləri vurmağı mən biraz düşünürəm ki, indi bu biraz necə deyərlər, utopiya da ola bilər, amma mən düşünürəm ki, necə baxın, İran öz niyabətlərini Orta Doğuda çəkmədi qırağa. Hizbullahdan supportunu heç vaxt dildə əl-ələn çəkmədi geriyə, Həması filan. Amma İsrail bir onları dənlədi, aradan götürdü. İndi diqqət eləsəz, müzakirələrdə İranla Amerikan arasında niyabətlər, İran Orta Doğu politikası söz konusu deyir. Çünki zaten onlar yoxdular. Atom məsələsinin üstündə gəlbə, bir də raketlərin. Mən düşünürəm ki, İran üçün də müzakirələrdə bunlardan vazgeçmək, yəni əmələn, dildə çətin idi da. Bir dənə ərəb neşini şey olurdu və bu çətin olurdu və bu radikal mühafizəkarlar ki, istəyirlər ki, yox biz bunları saxlamalıyıq, neçə trilyon xəş qoymuşuq bu 20
trilyondan yuxarı dolar həzin olubdur. Bu hakimiyyət üstə çətin olur. Amma İsrailin vuruşu ilə və bunların indi nə həcmidə bunlar aradan qaldırılır. Bu da ola bilər ki, gələcək müzakirələrdə əgər olsa, hamısı həmmə əgər üstündədir, artıq əgər ortadan qaldırılırsa da artıq İran heç onun üstündə müzakirə etməyə də çənə vurmağa şey qalmaz. Bəlkə bir dənə ağır saldırı bu şeylər indi bir həftə çəkə, 2 həftə çəkə əgər rivalda getsə, burada da səbəb olar ki, bir anlaşmaya da çata bilərlər Qərbinə. Amma əgər bu əldən çıxsa və başqa səmt tapsa, sivil məsələn İran neyruqahları vururlar, təsisat saxtarısı vururlar filan. Bu biraz məsələni apara bilər ayrı səmtlərə ki, onu da danışarıq. Yəni ehtimalən bir dənə münzəvi İran ki xətər həstəyi olmazsa kamilən dəf olunmamış ola bilər. O da ola bilər. Çox sağ yaşa Babuş bəy.